Bax, bu gün o qədər də bəlkə aktual deyil, amma məsələn üçün Xocasən, Məhəmmədi, Masazır, sonra biraz bu birisi şəhərin giriş tərəfinə geçsək, Qaradağ, Ələt, o birisi tərəfə geçsək, Hövsan. Yəni bu bilirsiniz, bu gün aktual olmasa da strateji baxımdan həmin şəhərlər istər liman şəhəri olsun, istər yükdaşıma baxımdan, iqtisadi baxımdan inkişaf şəhərlər olsun, gələcəkdə Bakı qədər aktual olacaq. Masazır da aktual olacaq. Bəli, aktual olacaq. Çünki bilirsiniz, çox şaxəli idarə etmədə həmin ərazilərin perspektivləri asılacaq. Bax, adicə mən bir şey deyim, deməli, bu yaxınlarda deməli, Qobu yolu istiqamətində, magistral yolu istiqamətində müəyyən təmir işləri üçün cənab prezident vəsait ayırdı. Və həmin vəsaitdən sonra avtomatik bütün ətraf ərazilərdə qiymətlər artmağa başladı. Niyə? Həmişə vəsait ayrılanda belə bir təsəvvür yaranır və bu düzgün təsəvvürdür ki, həmin ərazinin inkişafı üçün müəyyən layihələr həyata keçəcək, həmin ərazi inkişaf edəcək və bu qiymət artımı təkcə həmin əraziyə aid olmur, qonşulara da aid olur və böyük bir ərazidə artıq inkişafın ilkin göstəricilərini biz görə bilirik.